M və N nöqtələri arasındakı gərginliyi sabit saxlamaqla reostatın sürücüsünü sağa sürüşdürdükdə V1 və V2 voltmetrinin göstərişi necə dəyişəsidir? Buna baxasıyıq. Deməli, bu müqavimətləri birini R1, digərini R2 işarələsək, deməli, bu müqavimətlər ardıcıl qoşulub, onda dövrənin ümumi müqaviməti hər bir hissənin müqavimətinin cəminə bərabər olmuş olacaq. Deməli, cərəyan müsbət qütbdən çıxır və reostata buradan daxil olur və bu şəkildə davam edir. Yəni, reostatın cərəyan keçən hissəsi bax bu hissədir. Yəni, bax bu izlənmiş hissə. İndi bilirik ki, müqavimət naqilin ölçülərindən asılıdır. İndi biz reostatın sürücüsünü əgər sağa sürüşdürsək, o zaman cərəyanın keçdiyi hissənin ölçüsü azalmış olacaq. Yəni, cərəyan keçən uzunluq azalır. Bu düstura görə, əgər uzunluq azalırsa, müqavimət azalmış olacaq. Bu, R1 işarələdiyimiz reostatın müqavimətidir. Və indi bura baxsaq, əgər toplananlardan biri azalsa, onda cəm azalmış olacaq. Ohm qanununa görə I bərabərdir U böl R ardıcıl düsturunda dövrənin ümumi müqaviməti azalırsa, dövrədən keçən cərəyan artmış olacaq. Bu iki müqavimət bir-biri ilə ardıcıl qoşulub, ardıcıl qoşulmada cərəyanlar eyni olur. Məsələn, əvvəl deyək ki, hər ikisindən, məsələn, 3 amper cərəyan keçirdisə, ümumi müqavimət azalıb cərəyan artdığı üçün, indi deyək ki, hər birindən 4 amper cərəyan keçmiş olur. İndi gərginlik məsələsinə baxaq. Bax, bu voltmetrin göstərişini tapmaq üçün onun qoşulduğu rezistorun müqavimətini ondan keçən cərəyana vurmalıyıq. Yəni, U2 bərabər olacaq I2 vurulsun R2. Burada R2 müqaviməti dəyişmir, yəni sabitdir. Amma ondan keçən cərəyan artdı ümumi müqavimətin azalması səbəbindən. Cərəyan artırsa, deməli onun gərginliyi də artır. Bu iki müqavimət bir-birinə ardıcıl qoşulub, ardıcıl qoşulmada gərginliklər toplanır. Və bu dövrənin qoşulduğu M və N nöqtələr arasındakı gərginlik də məsələnin şərtinə görə deyilir ki, sabit saxlanılmalıdır. Onda bu ifadədəki U2 gərginliyinin artdığını gördük. Əgər U2 artıbsa, cəm sabit qalması üçün deməli U1 azalmalıdır. C bəndi.